Существительное может обозначать один предмет. Например, одна белка, или может обозначать nесколько предметов. Например, две белки. İsim bir əşya bildirə bilər. Məsələn, bir dələ ya da bir neçə dənə. İki dələ. Если предмет один, это единственное число. Например, белка. А если много, множественное число. Например, belki. Əgər əşya bir dənədirsə, tək haldadır. Məsələn, dələ. Əgər çoxludursa, cəm haldadır. Məsələn, dələlər. Иногда слова могут иметь только единственное число. Например, небо, кофе, эскимо, кино, здоровье. Эти слова мы никак не можем сказать во множественном числе. Rus dilində elə sözlər var ki, sadəcə tək haldadırlar. Məsələn, səma, kofe, eskimo, kino, sağlamlıq. Bu sözləri biz cəm halda deyə bilmərik. А есть слова, которые, наоборот, могут быть только во множественном числе. Например, брюки, ножницы, каникулы, макароны, шахматы. Эти слова мы не можем сказать в единственном числе. Говорим только во множественном числе. Elə sözlər də var ki, əksinə sadəcə cəm şəklində deyilir. Məsələn, şalvar, qayçı, tətil, makaron, şahmat. Bu sözlər təkdə deyilmir.